Şəhid anasıyam. 2 evladım vardı həyatda. Ümidim, çırağım 2 evlad idi. İkisini də 44 günlük müharibədə şəhid vermişəm. Prezidentimiz yumruğunu belə tutanda bilin analar 3000 şəhidin yumruğuydu yerə vurduğu. 3000 şəhidin yumruğuydu. Çünki 3000 şəhid olmasaydı bizim o torpaqlar alınmazdı. Hamısı canından əziz bilən vətənini qorumağa getdilər. Öz canlarını vətənə fəda elədilər. Allah şəhidlərimizin hamısının yerini cənnət eləsin. 2 evladım var idi. Arkada evladım yoxdur. Tək anayam. 27-si günü ikisi də eyni gündə şəhid olub. 28-ci günü balalarımın ikisini də torpağa dəfn elədik. Bu layihənin adı